Salam hər kəsə dostlar, bugün sizlərlə Chester'ı atacağım. Çox az qalıb Chester'a, yanımızda bugün ağa var. Salamlayıram hər kəsi də. Bugün bəli, Müşfiq bəy öz hesabında yəni Chester'ı atacaq, əfsanəvi xarakteri və gücünə baxacağıq, görək Chester nələrə qadirdir, yoxlayacağıq. Bir ağa, deməli mən bunu 300-725-ə kimi kredi ilə yığdım və çox az kredi qaldı, 75. Və mən istəyirəm ki, Chrome'un ustalığına gireyim və burada gördüyünüz kimi 150 kredimiz var. Deməli ağa, indi 4 dənə bizim əfsanəmiz var da, onlardan hansını açırıq? Bax, mən açığı Amber istəyirəm. Ağa deyir ki, Chester at. Bilirəm, Chester güclüdür. Müşfiq çox dedi, mən Amber atacağam, Amber eləyəcəm. Amma Chester həqiqətən bu güclüdür, yəni ən güclü karakterlərdən biridir. Həm çoxlu ultisi var, yəni baxdığınız qədərilə məndə də yoxdur, öz hesabımda Müşfiqdə də yox idi. Və Chester aşamalıda da çox şey arıyor Müşfiq. Razıyam, o zaman mən Amber'i sevirdim, bir növ aşamalı yox, hesablaşmaya görə. Və mən tərəfdarıyam ki, yəni hiperşarjı olan karakter. Zaten gəlir hiperşarjı Amber'in, amma sənə görməyəcək ki, düzdür? Chester onsuz da seçirik və ağa, 150 kredini götürün buradan. Götür. Əminsən? 100%. Deməli, götür amma. Gəlir Chester. Gəlir. Və götürdüm. Götürdüm və Bas üstünə. Bastım və Chester. Əfsanəvi karakter. Chester gördüyü hər şeylə dalga geçib insanları kızdırmaya çalışıyor. Ne kadar öfkelənirsə o qədər keyifləniyor. Özellikle kızanlardan biri Mendy'sə. Deməli Mendy'nin düşmanıdır nəsə. İndi biz Chester'i astıq, ondan sonra destansı gəlir. Yeni bir destansı. İkisi var, mən səni deyirəm götürüm. Lolanı götür məncə. Fərq edəmir onsuz da. Aslında İkisini də işlətmir. Dəyişdirərsən sonra mən. Deməli. Ondan sonra nə gələcək, istəsən göstər. Ondan sonra baxaq nə gələcək. Bu dördündən mən ya Chuck'ı götürəcəm, ya Dog'u götürəcəm. Bu ikisindən biri. Çox mən Dog'u götürərəm. Ondan sonra da burada Amber götürəcəm. Amma Cardelius götürərəm. Yəni Odin Cardelius kostümü var. O da yaxşıdır. Var. Amma yaxşı şeylər vermir. Kiti axıra saxlayıb. Niyə axıra saxlayırsan? Otis də yaxşıdır, Buster da yaxşıdır. Yaxşıdır ya. Draco da var da səndə. Draco da məndə bəlkə yaxınlarda çıxdı, əfsanəvi qutdan. Amma biraz da pis olmuşam ki, şansım azaldı yəni. Və izləyicilərə bir sürpriz, bildiyiniz kimi Chester indi yeni karakterdir. Amma buna baxmayaraq məndə onun Chester var. Və gördüyünüz kimi çox qəşəng görünür və duruş da odur, saçları da qara. Ağa istəyirəm onu biraz yüksəldin. Biraz yüksəl. Hə. Getdi. 6 7. Onsuz aksesuarlar olamırıq, 7-dir. Onsuz bunu maks eləyəcəyik. Deməli, burada aksesuarların, yıldız cülərin, əşyalarını seçərik, nəsə. Onun Chester'dan da ilk əməlinə başlayır. Getdi. Bildiyiniz kimi vaxtlar düşür, belə yüksək high level olan getməsə də, amma görəcəksiniz. Hə, məsələn, effekt necədir? Hə, effektləri. Və sonra da uzarsan görək, uzanda nə fərqi? Hə, baxarıq. Bu var ha, esport takımında, yəni gördüyün kimi. Hə, bu Çempionlar Liqası. Hər adam yəni oynaya bilməz burada. Yəni onu özün bilsən, amma biz oynayırıq. Bəli. Və indi nəstən burada 3 dənə, 4 dənə. 2 bir üçüncü ödəyək. Həqiqətən belə deyim, yaxından məncə Chester'a qarşı çox karakterin yəni şansı yoxdur. Çox hasar vurur çünki. Arı yerdə gelir. Brok çox uzağa vurur. Brok da uzaq. Çox. Yəni keşişin nişancı olmalıydı. Yəni. Var küçümsəniyək. Sprey də. Spreydir. Əridir elə bir. Çox güclüdür. Bu adi hiperşarjını atırsan 10.000-ə kimi hasar verir. Hiperşarjı, hə. Yəni Frank'i bir şeydə öldürə bilər. Az qalır öldürdün. Nəsə, bunu atdıq, gördüyünüz kimi hər güclü oyundur. 2-0. Görsən ən çox hasar. Yəni bilinirlər. Mən özümü nə tərifləyim. Deməli. Bir səviyyə karakter. Yox, bir səviyyə də 7 səviyyə. 7 səviyyədir, bir səviyyə. Və gördüyünüz kimi indi udumada nəsə bir olmadı. Amma ən maraqlı detayı şeydir Müşfiq. Nədir? Unon olmalı. Unon, hə. Yəni açığı o bəlkə də Uno'ya görə. Təsəvvür elə karakter açırsınız, paltar da elə bir üstündə gəlirdi. Əvvəldən Müşfiq çıxartmışdı. Amma oynamışdıq biz. İndi uduzum deyirsən, hə? Hə, bir dənə uduz görək. Təkə girək. Təkə gir, hə, uduz sırası. Görək uduzma effekti necədir? Udumağa gördük. İndi uduzumağa görək. Görək nətərdir. Amma hasarlarını da yoxla, ultisini də yoxladın. Əladır, həqiqətən. Yenə güclü takım. Çox güclü gəldi. Çempionlar Liqası.
Mənə niyə belə oyun güclü atır bilmirəm. Yəqin güclü oynadığımdandır. 4-ü nə qədər vurur? Hələ ki 2008. 4-lü səncədir, bir adama girməyib hələ. Bəyəndən sonra bilədim. bilədim. Vurdu olmaq istəsən. Bunun hələ biri dəyir. Yox, ikisi dəydi. Qoydu. Uzaqdan var. Çox vurur, fikir versən. Oradan hasarın yəni. Rahat canını aşağı saldı onun nə qədər. Yəni çox qəribə bir karakterdir. Məncə öl. Mən doğrudan ölməyi oynayırdım. Hə, ölməyə olsun. Deyir, Bull ən yaxşı seçimdir ölmək üçün. Sən Bull deyəsən. elə de, Temudan gəl be Bull. Bull vur. Da vur da, ucu. Ucumu sayıram, deyəsən yox Yox, yanıldım. Hə, uzun. Uzumuşam, hə. Yəni belə yıxıldı yerə. Maraqlıdır yəni, uzanıb qəribədir. Ağa deyirəm mən belə eləyək, bütün karakterləri bir nə falan kasaq, o kasmanı da göstərək videoda, nə deyirsən? Yəni, məsələn, olar. 970-ə kim gələr? Olar, hə, ondan sonra sizə göstərəyim. Rahat Çünki hal-hazırda neçə karakteri? 69, yox 69 oldu. Hə, 69 karakter. Mən keçdim əfsanəvidə. Məndə 4 dənə də əfsanəvi. Məndə 5 dənə olmalıdır. 5. Enderli kazanan. Deməli, baxırıq. Və həqiqətən tam fərqli əfsanəvilərimiz var. Niyə deyirəm? Bax, Chester, Crow, Leon yoxdur məndə. Amma Kenji var. müşfiqdə də Kenji, Draco yoxdur. Qalanları Qalanları indi. indi. Yəni tamam fərqlidir. Bu bir minə getdi də bilirsən. Məndə dostlar bu yaxınlarda Leon gəlir də. Leon da gəlir. Bəli, hesabında. Yəni nə keçmək istəyirsən? Hesabımda Leon açacağam bu yaxınlarda. Krediti azalıb, çox azalıb. 2200 oldu. Düz deyə bilərsiniz ki, Leonu indiyə niyə saxlamısan? Amma hesabımda yəni şanssızlıqdır mı, bilmirəm nədirmi. Yəni Leonu indiyə kimi bilmirəm, yəni verməyib mənə. Verməyib. Leonu verməyib. Amma halbuki hesabların %90'da Leon olur. Olur. Bilməm, Mən Leonu köhnələrin yadına gələr, savaş qutusundan çıxartmışdım. Özdə yəni çox asan çıxarmışdım da. Əvvəl mən yadımdadır ki, karakterlər falan hamısı rahat çıxırdı. Ağa videonun sonunda gəlmək istəyirəm. İzləyicilərə bir sözüm var mı? Təşəkkür edirəm izlədiyiniz üçün. Həqiqətən maraqlı videodur məncə. Sadəcə inşallah izləmədə qalan növbəti videolarımızda daha maraqlı və daha yaxşı əla olacaq. İzlədiyiniz üçün təşəkkürlər. Bəyənib like atmağı və abunə olmağı unutmayın. Sağ olun. Təşəkkür edirəm.